Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Lənkəran şəhəri Cəfər Cabbarlı adına bir nömrəli uşaq musiqi məktəbinin təsərrüfat müdiri küçədə vətəndaşı döyüb. Məlumata görə hadisə şəhərin mərkəzində fəaliyyət göstərən bazarın yaxınlığında baş verib. Məktəbin təsərrüfat müdiri Cəmaləddin Əliyev küçə ilə gedərkən çiyini həmin ərazidə dərzi işləyən Samir adlı şəxsin çiyninə dəyib. Nəticədə Samirlə onun arasında mübahisə yaranıb. Mübahisə zamanı Cəmaləddin Samirin sifətinə başla zərbə indirib. Samir xəsarətlə xəstəxanaya aparılıb. Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanılıb. İş məhkəməyə göndərilib. Məhkəməyə qədərki dövrdə Cəmaləddin Samirə dəymiş ziyana görə zəmanət ödəyib və barışıq əldə edib. Məhkəmə tərəfin barışığını nəzərə alaraq cinayət işinə xitam verib.